Gecənin bu vaxtı bu dəhşətli xəbəri sizə təqdim edirəm. Odur ki, bütün valideynlər diqqətli olsunlar. Hər zaman uşaqların əlini möhkəm tutun. Ağstapada toydan 2 yaşlı uşağı qaçıran şəxs saxlanılıb. Aprelin 19-da Ağstapa rayon Aşağı Göycəli kəndi ərazisində keçirilmiş toy mərasimindən 2 yaşlı qız uşağının qaçırılması barədə məlumatlar yayılıb. Məlumata görə 57 yaşlı Telman Omarov uşağı qaçıraraq yaşadığı evə gətirib onu almaq üçün gələn valideynlərinin üzərinə həyətdə saxladığı iti buraxıb. Sərxoş vəziyyətdə olan kişi polis əməkdaşları tərəfindən saxlanılıb, uşaq valideynlərinə təhvil verilib. Sual verirlər ki, 100% təmizdir. Deyirəm ki, 100% təmizdir, xalisdir. Çünki mən də özümüz üçün, ailəmiz üçün məhz Arçı Vidahatdən bal sifariş edirik. Və vəd edir, əgər satdığı bal xalis olmazsa, ödənişi 2 qat geri qaytarır. Ölkə üzrə çatdırılma da tam ödənişsizdir. 051 546 39 39 zəng edirsiniz. Lerik və Astara dağlarında yetişdirilən xalis bal ünvanınıza qədər çatdırılır. Əlaqə nömrəsi 051 546 39 39.